Deputatımız deyirəm axı bu qara qaşdı, ağsaç. Bizim deputatımız nə yaxşı bunun biznesi zadı yoxdur. Adam belə birdən təəccüblənir. Bizim deputatlarımız ticarətlə məşğul ola bilməzlər, amma xanımları məşğul ola bilər. Anadan gəlmə istedad, qabiliyyət sahibidirlər bunların çünki hamısı. Ona görə deputata ərə gedən deyir ki, qardaş, sənlə mən istedadımızı birləşdirək, sən deputat ol, mən biznesmen. Yay bala, qımı, xımı sökək. Bizim Oktay müəllim Əsədov, keçmiş parlament sədrinin sədri, parlamentimizin sədri. Maşallah. Oktay müəllim də belə xoşbəxt həyat yoldaşlarından biridir. Özü ticarətlə məşğul olmasa, ola bilsin ki, o fiziki imkanları ona imkan verməsin. Amma həyat yoldaşı Zemfira Əsədova ölkənin hüdudlarından kənarda pul qazanır. Rusiyada fəaliyyət göstərən Arizarum qrup şirkətinin 2023-cü ildə əldə etdiyi gəlirlər açıqlanıb. Arizarum qrup ötən il 14 milyon 270 min rubl, yəni 260 bin manat gəlir əldə edib. Qeyd edək ki, bu qrupun gəlirləri 2,5 dəfə 2022-ci ilə nisbətdə artıbdır. Nədəndirsə dostlar, nədəndirsə o gün Əbülfəz Qarayevində deməli biznesi ilə bağlı məlumat verəndə bəlli oldu ki, 2023-cü il Əbülfəz Qarayev üçün də düşərli olubdur. 192 dəfə gəlirləri çoxalıb. Məlumat üçün bildirək ki, Arizarum qrup 14 yanvar 1998-ci ildən fəaliyyət göstərir. Hüquqi ünvanı Moskva şəhəri, Bakı küçəsi, ev 29-da yerləşən şirkətin yeganə təsisçisi Əsədova Zemfira Adil qızıdır. Şirkətin direktoru isə Nazarova Larisa Aleksandrovandır. Nizamnamə kapitalı 10 min olan şirkətin restoran sektorunda fəaliyyət göstərdiyi də qeyd olunur. Qeyd edək ki, Oktay Əsədovun həyat yoldaşı eyni zamanda Nizami rayonunda yerləşən 175 saylı Körpələr evi uşaq bağçasının da müdürü olub. Maşallah. Əslində bunlar bir televiziyalarda bilmirəm, haradasa özlərinə bir saha götürməlidirlər. Pul qazanmanın mexanizmini bu xalqa öyrətməlidirlər. Hətta bunu pullu da eləyə bilərlər, problem yoxdur. O daha yaxşı olar.